Bugün ictimai nəqliyyatın əsas problemlərindən biri də bəzi rayon mərkəzləri ilə kəndləri birləşdirən marşrut xətlərinin olmamasıdır. Halbuki Sovet dönəmində rayon mərkəzlərindən bütün kəndlərə ictimai nəqliyyat fəaliyyət göstərirdi. Söz gedən problem ölkəmizin əsas turistik bölgələrindən biri olan İsmayıllı rayonunda da yaşanır. Elə kəndlər var ki, ərazi olaraq böyükdür və oradan rayon mərkəzinə sərnişin axını çoxdur. Lakin bunun üçün lazımı marşrut xətti yoxdur. Məsələn, İsmayıllı rayonunun sərnişin daşımı üçün Lahıcı və Baskalı kəndinə avtobusların olmaması kənd sakinlərinin işini çətinləşdirib. Kənd sakinləri deyir ki, rayon mərkəzinə getmələri üçün illərdir ki, taksi fəaliyyətindən istifadə etmək məcburiyyətindədirlər. Marşrut olmayanda məcbur ki, taksi ilə gəlir. Taksi də ki, çox baha gəlir də, kənddən bura 20-25 manata gəlir. Rayondan digər kəndlərə işləyən azsaylı marşrut avtobuslar isə yararsız vəziyyətdədir. İndiki dövrdə kondisyoner olan maşın olsa daha rahat olur əhali üçün gedib gəlməyə. Yollarımız görmüsən tozlu hamısı. Şəhərdə olur tozlu hamısı. Şəxsi avtomobilləri ilə sərnişin daşıma xidməti göstərən sürücülər də yolların yararsız olmasına əsas gətirərək qiymətləri istəklərinə uyğun təyin edirlər. Yollarımız çox bərbad olduğu üçün maşınlarımız sıradan çıxır. Yaxşı olar ki, dövlətimiz bizə, nəqliyyat departamenti bizə yeni müasir avtobuslar versin. Biz də sərnişinləri səliqə ilə apara gətirək. Heç olmasa bu Bakıda çıxan avtobuslar ki var ki, məsəl üçün onları artıq bu təzə gələnlər onları əvəzləyirlər. Heç olmasa onlardan versələr, onlardan təmin eləsələr daha gözəl olar. Məsələ ilə bağlı İsmayıllı Bələdiyyəsindən qeyd olundu ki, problem qısa zamanda həllini tapacaq. Xeyirxah bir vətəndaşımızın istəyi ilə İsmayıllı Bələdiyyəsinə hər biri 25 yerlik, oturacaq yerlik avtobuslar verilibdir. Yaxın günlərdə bu avtobuslar marşruta buraxılacaqdır. Əhalinin rayon mərkəzinə gəlməsi, qayıtması söz yox ki, problemlərdən biridir. Şəxsi nəqliyyatlarda yol haqqı da bir qədər yüksəkdir. Başqa bir ərazilərə də sahibkarlar avtobuslar alıb verə bilər. Bu sahəyə maraqlı olmalıdırlar. Qeyd edək ki, yeni fəaliyyətə başlayacaq marşrut avtobuslarının sayı 2 ədəd olduğu üçün problemin tam şəkildə həllini tapacağını demək çətindir. İsmail Əmirli, Samir Cəbiyev, ATV Xəbər.